Masallı rayonunda yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr uğurla davam etdirilir. Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Molalan kəndinə səfər edərək burada asfalt örtüyü döşənən avtomobil yolunda aparılan işlərlə yerində tanış olub. Səfər çərçivəsində rayon rəhbəri şəhid ailələri və kənd sakinləri ilə də görüş keçirib. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2025-ci il tarixli Masallı rayonunun Xıl, Sirəbil, Allahyarlı, Molalan, Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq Molalan kəndini əhatə edən avtomobil yolunda asfalt örtüyünün döşənməsinə başlanılıb. Layihə çərçivəsində ümumi uzunluğu 3,5 kilometr olan Molalan kənd yoluna müasir standartlara cavab verən asfalt örtüyü salınır. Görülən işlər kənd sakinlərinin rayon mərkəzi və digər yaşayış məntəqələri ilə nəqliyyat əlaqələrinin daha rahat və təhlükəsiz təşkilinə, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, eləcə də kəndin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Araz Əhmədov yeni salınan avtomobil yoluna baxış keçirərək görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Aidiyyəti qurumların nümayəndələri layihənin icrası barədə rayon rəhbərinə ətraflı məlumat veriblər. Rayon rəhbəri çıxışında bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Masallı rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir. Bu layihələr kəndlərdə yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, rahat və təhlükəsiz nəqliyyat əlaqələrinin təmin olunmasına, həmçinin kənd təsərrüfatı və sahibkarlığın inkişafına əlverişli şərait yaradır. Görüşdə çıxış edən Molalan kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinin cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, yolun əsaslı təmirinin kəndin inkişafı və sakinlərin gündəlik həyatının daha da rahatlaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Əlamətdar günlərdən biridir. Ən yadda qalan günlərdən biridir. Çünki biz bu yolun bu cür çəkilməsini illərlə, səbirsizliklə gözləmişik, həsrətlə gözləmişik. İllərlə, uzun illərlə həsrətlə gözlədiyimiz bu cür yolun, bu gözəl, rahat, müasir standartlara cavab verən yolun bizə təhvil verilməsində bizim üçün çox böyük ümid, çox böyük sevinç, qürur mənbəyidir. Çünki bu yol bizim üçün təkcə bir asfalt örtüyü deyil. Bu yol Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin, onun xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın biz vətəndaşlarına, biz hər bir şəxsə, bizim hər bir şəxsimizə göstərdiyi qayğıdır, diqqətdir. İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin hər bir güşəsi gündən-günə gözəlləşir, dövlətimiz güclənir, iqtisadiyyatımız artır, ölkənin ən böyük şəhərləri, rayonları inkişaf etməklə yanaşır. Bu cür ən ucqar kəndlər belə, abadlıq işləri aparılır kəndlərdə, quruculuq işləri həyata keçirilir. Mən sizə rayonumuzun icra hakimiyyəti başçısına, Araz Əhmədov cənablarına dərin minnətdarlığımı bildirirəm. Ona görə ki, siz bizim səsimizə səs verdiniz, bizim problemlərimizi diqqətlə dinlədiniz, onlara diqqətlə yanaşdınız, həssaslıqla yanaşdınız. Bizim çətinliklərimizin aradan qaldırılması üçün hər cür səylər göstərdiniz və belə gözəl bir yolun ərsəyə gəlməsində mühüm rol oynadınız. Mən bu istidə yolda çalışan, yol idarəsində işləyən bütün mühəndislərə, fəhlələrə, ustalara, bu yolda zəhmətli olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Bir daha, mən burada bizimlə bu sevinci yaşayan, bizə bu sevgini, bu sevinci yaşadan hər bir şəxsə dərin minnətdarlığımı ifadə edir. Ölkəmizə böyük qüdrət, xalqımıza əminamanlıq, rifah içində yaşamaq arzulayıram. Çox sağ olun.